Salam. Bugün Füzulinin çox məşhur və çox da şedevr bir şeiri haqqında danışacağım. Arşın Malalan filmində də onu ifasına qulaq asmısınız yəqin ki. Nalədəndir ney kimi avazı eşqim bülənd. Və o şedevr incəsənət elementləri ki istifadə edildi, onları da açıqlayacağım və mənasını da əlbəttə açıqlayacağım sizin üçün. Birinci şeirin düzgün oxunuşuna gedək. Nalədəndir ney kimi avazı eşqim bülənd. Failatun, 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 failun. Demək ki, rəməl bəhrindədir. Nalədəndir ney kimi avazı eşqim bülənd. Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd. Qıl mədəd ey bəxt, yoxsa kami dil mümkün deyil. Böylə kim ol bivəfa, bidərdidir, mən dərdmənd. Bu iki beytə ilə əvvəldə baxsaz, beytin 1/3 sözləri, hərfləri 4 dənə hərfdən ibarətdir. Mıdı, nıdı, rıdı, lıdı. Biz bunlara sonur səslər deyirik. Və bu sonur səslər nədir? Küylültülü səslərdir. Sanki ney səsi kimidirlər. Bunlar elə bir ki, külək səsi, ney səsi kimidirlər. İndi ney səsinə qulaq asın, diqqətlə görəcəksiniz ki, bunlar Füzuli nə üçün bilərəkdən bu qədər m, n, r və l hərflərini bu şeirin başlanğıcında istifadə edibdir və ney səsini istəyir ki, bizim qulağımızda canlandırsın. Bir də ki, bizim 2 hərfimiz vardı, istisna heç bir hərfdə belə özəlliyi yoxdur. Bunlar m ilə n hərfləridirlər. Nazal hərflər deyirik bunlara. Bunları tələffüz etmək üçün burundan çıxan hava səsi yaraldır, eynən ney kimi. Çox maraqlıdır ki, Füzuli demək ki, bilərəkdən bu sənəti istifadə edibdir. Neyin səsini də bizim beynimizdə canlandırsın. Biz buna alliterasiya deyirik. Bundan öncəki şeirlərimdə də mən çoxlu nümunələr gətirmişdim. Məsələn, sel sözünü hansısa bir misrada işlədibdir Füzuli. Baxırsan, həmən misrada şi ilə r hərfləri doludur. Sanki selin şırhaşır səsini istəyir bizim beynimizdə canlandırsın. Buna alliterasiya deyirik. Dağlardır odlu köksümdən qarası qopmamış, ya səbat-ı eşq üçün odu üzrə bir neçə sipənd. Açılır könlüm gəhikim, giriyə təlxim görüb, açar oldu gül ruh təbəssüm birlə, lə'li nuşxənd. Xak rahından bəni qaldıra bilməz sayə tək, qılsa gərdun aftabın hər şüasın bir kəmənd. Cam tut der saqiyə gülçöhrə, zahid tərki cam. Ey könül fikr eylə gör kim, qansıdır tutmalı pənd. Ey Füzuli, surət-i fəqrin qəbul-i dustdur. Hiç dərvişi sənin tək görmədim sultan pəsənd. İndi gedək şeirin izahına. Nalədəndir ney kimi avazı eşqin bülənd. Ney kimi mənim nalələrimə görədir ki, eşqimin avazəsi, şöhrəti ucalıbdır, bülənd. Bülənd fars dilində yəni uca. Baxın, burada avaz sözünü də bizim beynimizdə gətirir. Avaz yəni oxumaq, mahnı. Amma avazə yəni şöhrət. Baxmayaraq ki, burada avazə şöhrətdən, ad-sandan danışır. Amma o avaz sözü də neynən
Demək ki, bir qohumluğu vardı və burada çox gözəl onu istifadə edibdi. Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd. Mən naləni tərk eləmərəm, əgər ney kimin bənd-bənd kəsilsəm. Baxın, burada bənd-bənd kəsilmə, əvvəla ney, yəni qamış, bənd-bənd olur və onu kəsirlər, ondan ney düzəldirlər. İkinci məsələ budur ki, həm farsların, həm türklərin, Osmanlı türkcəsindən söhbət gedir. Musiqisində ney çox əsaslı bir elementdir. 2,5 oktavdır, əlbəttə hər ikisində. Demək ki, farsların neyləri 7 dənə bəndi olur və 6 dənə demək ki, deşiyi olur. Amma türklərdə 9 bənd olur və 7 dənə deşik olur. Farsların neyləri daha çox belə şeirə yönəlik və biraz da elastikdir, amma türklərin neyləri biraz dərin, fəlsəfi və şeirə yox, məqama ya həmən muğama yönəlikdir. İndi bu beytdə mən bayaqları sizə izah elədim, alliterasiya. Demək ki, 4 hərf bu beytin 1/3-ni təşkil eləyir. Yəni M, N, R, L bunlara sonur səslər deyirik. Küyltülü səslərdirlər. Bir tür ney səsini adamın beynində canlandırır. Və ondan əlavə bir beytin içində 3 yerdə 2 qat uzun səsli istifadə edibdir. O neyin necə belə davamlı, axımlı naləsi vardı, uzun bir naləsi vardı. Onu adamın beynində canlandırır. Şimdi Arşın Balananı bir diqqət eləyin filminə, görün necə oxuyur. Nalədendir ney kimi avaz eşkim bulənd. Nalə tərgin qılmazam ney, tək kəsilsəm bənd-bənd. Nalə tərgin qılmazam ney, tək kəsilsəm bənd-bənd. Qıl mədəd ey bəxt, yəni mədəd qıl, köməkli elə ey bəxtim, şansım. Yoxsa kami dil mümkün deyil. Yoxsa ürəyimin kamı, istəyi mümkün deyil. Böylə kim ol dilruba bidərdidir, mən dərdimənd. Belə ki, o dilruba, yəni ürək aparan, dil yəni ürək, ruba yəni qapan, qaçırdan. Bidərdidir, mən dərdimənd. Yəni bəxt əgər köməkli eləməsə, o bidərd mən dərdiməndin, mən dərdlinin demək ki, qayğısına qalmaz heç vaxt. Bir də burada qıl mədəd ey bəxt yoxsa, demək Güney Azərbaycanda yoxsa yazılıbdır, hətta Türk divanında da yoxsa yazılıbdır. Amma Bakıda bunu düzgün yazıbdılar. Vərnə, qıl mədəd ey bəxt, vərnə kamidil mümkün deyil. Yoxsa vərnə, vərnə fars sözüdür, dəqiq yoxsa anlamındadır. Qədim əlyazmalara da baxırdım, hər ikisində bəzən yoxsa yazıbdılar, bəzən vərnə yazıbdılar. Amma vərnə sözündə, çünki həm R, həm N sonor səslilərdilər, məncə Fuzuli bilərəkdən onu vərnə yazıbdı, elə fars formatında yazıbdı ki, demək ki, bu ney səsini daha bizim beynimizdə təsvirini canlandırsın, səsini canlandırsın. Dağlardır odlu köksümdən qarası qopmamış. Azərbaycanda, yəni Bakıda nəşr olunan divanda könlümdə, köksümdəni könlümdə yazıb, o səhvidir. Dağlardır odlu köksümdə qarası qopmamış. Deyir ki,
mənim odlu köksümdə dağların qarası qopmayıbdı. Yəni qabıq bağlayıbdı belə yaranın üstündə dağların yarası. Dağ yəni dağlamaqdır. Bu nə üçün deyir? Bir dənə gözəl bənzətmə üçün deyir. Ya səbat eşq üçün od üzrə bir neçə sipənd. Sipənd yəni üzərlik. Üzərlik nə üçün deyir? Üzərlik indi biz görürük bazarda satırlar belə süpürgə kimi. O əslində düzdür, o üzərliyin koludur. Amma üzərliyin özü yara üstündəki qabığa bənzəyir. Baxın şəklini qoyuram, diqqət eləyin bunu. Deyir ki, köksümün üstündə dağ yaraları vardı və qabıq bağlayıbdı, qarası qopmayıbdı hələ. Elə bil ki, od üstünə bir neçə üzərlik atıbdılar. Nə üçün atıbdılar ki, bizim eşqimizə göz dəyməsin və sabit bir eşqimiz olsun, dəyişkən eşqimiz olmasın. Dağlardır odlu köksümdən qarası qopmamış, ya səbat-ı eşq üçün od üzrə bir neçə sipənd. Açılır könlüm gəhi kim giriyə təlxim görüb, açar ol gül ruh təbəssüm birlə lə'li nuşxənd. Deyir ki, haçan ki, o gül ruh, yəni gül üzlü, mənim acı, təlx giriyəmi, yəni ağlamağımı görür, təbəssümlə, nuşxənd də yəni şirinliklə gülmək, ləl yanı dodaq, ləl daşı vardı, qırmızı, onu ədəbiyyatda dodağa bənzədirlər. Deyir, haçan ki, mənim acı, demək ki, göz yaşlarımı, ağlamağımı görür, o gül üzlü təbəssümlə, şirin gülüşü ilə gülür və o zaman mənim ürəyim açılır. Bunu birinci misranı oxuyanda, yəni ikincinə fikir verməyəndə adam belə başa düşür ki, acılı ağlamaq ürəyimi açır, amma əslində belə deyil. O acılı ağlamağa görə yar bunun üzünə şirin təbəssüm eləyir. Əslində bu təbəssüm də deyil. Elə bir ki, bunun göz yaşına gülür və onun güldüyü üçün bunun ürəyi açılır. Belə bir, demək ki, gözəl bənzətmə vardı. Həm də burada baxsaz, təlx, yəni acı və nuşxənd, nuş yəni şirin, bunlar bir-biri ilə təzad təşkil edirlər. Təbəssümlə geriyə, geriyə yəni ağlamaq, təbəssüm yəni gülmək, bunlar bir-biri ilə təzad təşkil edirlər. Xak rahından bəni qaldıra bilməz sayə tək. Sayə, yəni kölkə. Deyir, mən sənin yolunun, demək ki, torpağına sərilmişəm, kölgə kimi sərilmişəm o torpağa və məni qaldıra bilməz. Qılsa gərdun, aftabın hər şüasın bir kəmənd. Gərdun yəni kainat, fırlanan, əslində kainata deyir. Aftab yəni günəş, şua, günəşin şuaları, kəmənd də bilirsiniz, belə kəməndlə, demək ki, ip kimin belə şeydir, ondan keçmiş, toğlayıb, məsələn, ov tuturmuşlar. Deyir, əgər kainat günəşin hər şuasını bir kəmənd eləsə, məni yerdən qaldıra bilməz. Bir kölgə kimi mən yerdəyəm və o kölgəmi hətta günəş də eləyə bilməz, məhv eləsin. Mən həmişə sənin yolunun torpağında bir kölgə kimi sərilib qalacağım. Xak rahından bəni qaldıra bilməz sayə tək. Qılsa gərdun, aftabın hər şüasın bir kəmənd. Can tut der saqiyə gül çöhrə. Gül çöhrə, yəni gül üzlü. Çöhrə, ruh, hər ikisi üz anlamındadır. Gül ruh, yəni gül üzlü. Gül çöhrə, yəni gül üzlü. Can tut der saqiyə gül çöhrə, zahid tərki can. Mənə gül üzlü saqi
deyir ki, cam tut, yəni şərab iç. Və Zahid də, çirkin molla da mənə deyir ki, tərk cam eləginə, yəni şərabı tərk elə. Ey könül, fikr elə gör kim qansıdır tutmalı pənd. Deyir, ey ürək, sən özün düşüngünən, görgünən ki, hansıdır tutmalı pənd? Pənd yəni öğüt. Başla görgünən hansı öğüt tutulmalıdır? Hangisinin sözünə qulaq asım? Gülüzlü Saqinin, yoxsa o mollanın sözünü? Ey Fuzuli, surət-i fəqrin qəbul dustudur. Yəni, sənin yoxsul görüntün dosta qəbuldur. Dost qəbul edir sənin yoxsul görüntünü. Əlbəttə, fəqr irfanda demək ki, 7 mərhələ vardı. Fəqr onların biridir, hələ o qalsın bir tərəfə. Heç dərvişi sənin tək görmədim sultan pəsənd. Heç bir dərvişi görmədim sənin kimi ki, sultan onu bəyənsin. Sultan pəsənd, yəni sultan bəyənən, padişah bəyənən. Yəni, heç bir dərviş dünyada yoxdur sənin kimi ki, sultan onu bəyənsin, padişahın bəyənisini alsın.